Azərbaycan komandasının üzvləridir və bu da onu göstərir ki, onlar ilk mərhələ yarışlarında rəqiblərinə, xarici ölkələrin nümayəndələrinə qalib gəliblər və öz üstünlüklərini bir daha təsdiq eləyiblər. İndi qadınlar arasında 3-cü yer uğrunda görüşdə Könül Nəzərova və Mərurət Hakinqızı qarşılaşırlar. Könül Nəzərova qırmızı lent bağlayıb, yaşıl kəmər, Mərurət Hakinqızı qəhvəyi kəmərlə döyüşür. Bu döyüş də bir qədər əvvəl keçirilən mübarizəni xatırladır. Xuraman Yusifova ilə Mərurət Hakinqızı arasında döyüş. Həmin döyüşdə də Qazaxıstan idmançısı rəqibindən boyda üstün idi, lakin Azərbaycan karateçisi rəqibindən çəkinmədi və görüşü axıra qədər hücum üslubunda keçirdi. Bunun nəticəsi kimi də qələbə qazandı. İndi Könül Nəzərova da eyni üslubda mübarizə aparır və rəqibini həm əl, həm də ayaq zərbələri ilə sanki sınağa çəkir. Qazaxıstan idmançısı tatamidən kənara çıxmışdı, lakin hakimlər mübarizənin gedişində bu amilə əhəmiyyət vermədilər. Qazaxıstan karateçisi bir qədər fəallaşır və ayaq zərbələri tətbiq edir, lakin Könül Nəzərova bunlara davam gətirir. Görüş dayandırılır. Qazaxıstan karateçisi müəyyən bir üstünlük qazanır. Nəyə görə? Könül Nəzərovaya 2 cərimə balı elan olunur. Bununla belə Azərbaycan karateçisi əvvəlki kimi hücumdadır. Rəqibini sıxışdıraraq tatamidən kənara çıxarır. Amma Dzogay tatamidən kənara çıxdığına görə Mərurət Hakinqızına cərimə balı verilir. Yenə də görüş dayandırılır. Bu dəfə də Qazaxıstan karateçisi tatamidən kənara çıxmışdı və hakim Dzogay deyən onun diqqətini bu amilə cəlb edir. Dzogay Yapon dilində bu idmançının tatamidən kənara çıxmasını göstərən, yəni ona işarə vuran bir komandadır. Bu yarışlarda da bütün komandalar, hakimin bütün əmrləri Yapon dilində verilir. Vaxt başa çatdı. Hakimlər qalibi elan eləməlidirlər. Hantey. Hakimlərdən yalnız biri Azərbaycan idmançısının qələbəsini elan edir. Digər 3 hakimi isə yenə də Pikevaki elan edir. Heç-heçə referi də onlarla razılaşır. Könül Nəzərovanın görünür üstünlüyü hakimləri o qədər də inandırmadı və nəhayət indi Azərbaycan idmançısının növbəti cəhdindən sonra hakimlərin 4'ü də Könül Nəzərovanın qalib gəldiyini bildirirlər. Mərurət Hakinqızı Azərbaycan karateçisinin bu hücumları qarşısında davam gətirə bilmir və nədənsə hakimlər ippon əvəzinə Vazari balı verirlər. Bu açıq-aşkar ippon idi. Görünür ki, Hakinqızı mübarizəni davam etdirmək iqtidarında deyil və tam qələbə qazanılıb. Azərbaycan idmançısı Könül Nəzərova xüsusilə əl zərbələri Tevaza texnikası hesabına qələbə qazanır və 3-cü yer o gülünc mükafat qazanır. Beləliklə Azərbaycan komandasının hesabına daha bir mükafat yazılır. Könül Nəzərova 3-cü yeri tutur. Qazaxıstan idmançısı Mərurət Hakinqızı isə 4-cü yerlə kifayətlənir.